Başqasının demədiyini mən deyəcəm sizə. Akne barədə. Bilirəm ki, hər kəsə o qədər fərqli, o qədər miflər deyilir ki, 15-16 yaşlarımdan. O dövrlərdə hiss edirdim ki, bu məndə günü-gündən problem halına çevrilir. Bir müddət gözdə keçəcək, bu bir dönəmdir, bu bir dövrdür. O dönəm keçir və məndə qətiyyən azalma olmur. Hətta daha da artır, daha da şiddətlənir, daha pis hala gəlir. Bu artıq məndə ləkələrə çevrilir, çapıqların yaranmasına səbəb olur. Mən Fərdə xanımla rastlaşdım. Çox təsadüfi bir şəkildə istər-istəməz məndə güvən yaratdı. Bu prosedurlar deməli ibarət oldu IP lazer və mikroderm prosedurlarından, hansı ki ayda 2 dəfə gəldim mən bu seanslara. Və bu zaman mənim üzümün yağlılığı xeyli azaldı. Bir müddət keçdikdən sonra artıq hiss edirdim ki, aknelerimdə gözlə görülür dərəcədə azalma var. Müalicə 3 ay ərzində baş verdi, hansı ki tamamilə təmizləndi üzüm. Bir tək ləkələr qalmışdı ki, çox az 2-3 prosedur gəldim. O qədər yaxşı nəticə verirdi ki, mənə artıq dəriməm aynada baxanda o qədər özgüvənli bir şəkildə baxa bilirdim ki, hansı ki bu hər birimizin, deyərdim ki, çoxumuzun arzusudur. Mənim artıq müalicəm tamam yekunlaşdı. Üzərindən hal-hazırda 1 il keçib. 1 il keçməsinə baxmayaraq üzüm çox yaxşı vəziyyətdədir. Hər birimiz təbii ki məşğul oluruq. Öz həyatımız bir kənara, özümüzə də baxım zamanı ayırmalıyıq. Və mən bu baxım zamanlarına ayıraraq Fərdə xanımın yanına yoxlanışa gəldiyim üçün nəticəmi çox yaxşı qoruyub saxlaya bilirəm və bunu hər birinizə də tövsiyə edirəm.